Hər kəsə salam. Heç belə olub, onlarla, bəlkə də yüzlərlə CV göndərirsən, amma sükut. Heç bir cavab yoxdur. Bilin ki, bu vəziyyətdə tək deyilsiniz. Bugün biz məhz bu problemi həll edəcəyik. CV-nizin niyə gözdən qaçdığını araşdıracağıq və ən əsası onu birbaşa işə götürənin masasına çatdırmaq üçün nələr etməli olduğumuzu öyrənəcəyik. Gəlin CV-nizi 2025-ci ilin iş bazarına tam hazır vəziyyətə gətirək. Yaxşı, gəlin birbaşa problemin özəyinə inək. Mən buna CV qara dəliyi deyirəm. Bilirsiniz o his. CV-ni göndərirsən və o sanki heç bir yerə getmir, sadəcə yox olur. Və işin maraqlı tərəfi odur ki, bunun səbəbi çox vaxt heç insan deyil, problem düşündüyümüzdən daha çox texnologiyadadır. Əminəm ki, hamınız özünüzə bu sualı vermisiniz. Axı mənim bacarıqlarım var, təcrübəm də var. Bəs niyə heç kim zəng etmir? Baxın, çox güman ki, problem sizdə deyil. Problem sizin CV-yə yanaşma tərzinizdədir. İndi isə diqqətli olun. Çünki bu rəqəm sizi şoka sala bilər. Göndərilən bütün CV-lərin tam 75%-i heç vaxt bir insanın qarşısına çıxmır. Dəhşət də elə deyilmi? Bəs niyə? Səbəb müraciətçi izləmə sistemləri, yəni qısaca ATS adlanan proqramlardır. Bəli, düz eşitdiniz. Sizin ilk müsahibəniz əslində bir robotladır. Yaxşı, təsəvvür edək ki, robotu keçdiniz. Əla. Amma indi əsl döyüş başlayır. İnsan faktoru. Bilirsiniz, bir rekruterin sizin CV-nizə baxmaq üçün nə qədər vaxt sərf etdiyini təxmin edə bilərsiniz? Cəmi 7 saniyə. Düzdür, cəmi 7 saniyə. Göz qırpımında onların diqqətini cəlb etməlisiniz. Deməli, bizim məqsədimiz ikilidir. Həm algoritmi keçmək, həm də insanı cəlb etmək. Yaxşı, bəs bu iki maneəni necə dəf edə bilərik? Cavab əslində çox sadədir. İşə götürənlərin bugün nə axtardığını dərindən anlamaq lazımdır və sizə bir ipucu verim. Söhbət sadəcə diplomunuzdan getmir. 2025-ci ilin iş dünyası tamamilə yeni oyun qaydaları, yeni bacarıqlar tələb edir. Baxın, əvvəllər CV-lər daha çox texniki bacarıqlar üzərində qurulurdu. Məsələn, hansı proqramları bilirsiniz, hansı dillərdə tanışırsınız, amma indi vəziyyət dəyişib. İndi tərəzi daha çox şəxsi bacarıqların, yəni soft skills-lərin tərəfinə əyilir. Ünsiyyət, komandada işləmək, problem həll etmək kimi qabiliyyətlər. Şirkətlər artıq sadəcə nə bilirsiniz sualını deyil, siz kimsiniz və komandaya nə qata bilərsiniz sualını verirlər. Və bax, bu sitatda deyilənləri tam təsdiqləyir. Şirkətlər artıq sadəcə kağız parçası olan diplomlara deyil, real həyatda göstərə biləcəyiniz bacarıqlara önəm verirlər. Yəni, sizin nə edə bildiyiniz, hansı universiteti bitirdiyinizdən daha vacib bir hala gəlib. Yaxşı, bəs konkret hansı bacarıqlardan danışırıq? Gəlin rəqəmlərə baxaq. Araşdırmalara görə, işə götürənlərin axtardığı top 3 bacarıq bunlardır. Tənqidi düşüncə, problem həll etmə və liderlik. Baxın, əgər sizin CV-nizdə bu 3 bacarıq aydın şəkildə vurğulanmırsa, deməli siz böyük bir üstünlüyü əldən verirsiniz. Okey, deyək ki, bu bacarıqlar bizdə var. Əla. Bəs bunu CV-də necə göstərək? Axı, sadəcə mən problem həll edə bilirəm yazmaqla iş bitmir, elə deyilmi? Məsələ də məhz budur. Məsələ gördüyünüz işləri sadəcə bir siyahı kimi yox, təhsilli bir hekayə kimi təqdim etməkdir. Və bax, bunun üçün bizim gizli silahımız var. STAR metodu. Bu, sıradan görünən vəzifələrinizi parlayan nailiyyət hekayələrinə çevirmək üçün möhtəşəm bir alətdir. STAR metoduyla siz sadəcə nə etdiyinizi yox, bunu niyə etdiyinizi və ən əsası hansı nəticəni əldə etdiyinizi göstərirsiniz. Gəlin STAR metodunu addım-addım açaq. Çox sadədir. S, situation, yəni vəziyyət. Hansı problem və ya kontekstlə üzləşdiniz? T, task, yəni tapşırıq. Sizin konkret məqsədiniz nə idi? A, action, yəni fəaliyyət. Məqsədə çatmaq üçün hansı konkret addımları atdınız? Və son olaraq ən vacibi R, result, yəni nəticə. Sizin addımlarınızın konkret, ölçülə bilən nəticəsi nə oldu? Gəlin bunu real bir nümunə ilə daha aydın edək. Tutaq ki, CV-nizdə yazılıb, yeni ofisiantların təliminə kömək etdim. Zəif səslənir, elə deyilmi? İndi gəlin buna STAR sehrini tətbiq edək. Baxın necə dəyişir. Komandanın səmərəliliyini artırmaq üçün 5 yeni ofisianta təlim keçdim və bunun nəticəsində müştəri məmnuniyyəti balları xeyli yüksəldi.
Görürsünüzmü? Fərq gecə ilə gündüz kimidir. Birincisi sadəcə bir vəzifədir, ikincisi isə real, ölçülə bilən bir təsirdir. Sözlərin gücü vacibdir, amma unutmayaq ki, görünüş də çox önəmlidir. CV-nizin dizaynı ən az içindəkilər qədər rol oynayır. Gözə rahat gəlməsi üçün bol-bol boşluq saxlayın. Qəribə, bəzəkli şriftlərdən uzaq durun. Sadə, müasir şriftlər hər zaman daha peşəkar görünür. Və ən vacib məqamları adınız, son iş yeriniz kimi qalın hərflərlə və ya biraz daha böyük şriftlə yazaraq rekruterin gözünü birbaşa ora çəkin. İndi isə keçək qırmızı kartlıq səhvlərə. Yəni, CV-nizi bir saniyə içində zibil qutusuna göndərəcək o kiçik amma ölümcül yanlışlara. Gəlin sürətli bir şəkildə bunlara baxaq. Bir nömrəli qayda, amma təəssüf ki, ən çox pozulan qayda, orfoqrafik və qrammatik səhvlər. İnanın mənə, bircə dənə hərf səhvi sizin haqqınızda diqqətsiz və qeyri-peşəkar təəssüratı yaradır. Bu sizin bütün zəhmətinizi heçə endirə bilər. Odur ki, göndərməzdən əvvəl 3 dəfə, 5 dəfə yoxlayın, hətta bir dostunuza da oxutdurun. Hazır olun, bu statistika ağla sığmazdı. Müraciətlərin tam 76%-i qeyri-peşəkar e-mail ünvanına görə rədd edilir. Bəli, düz eşitdiniz. Sizin o shirinbala92@email.com kimi adresiniz iş görüşməsi üçün yaxşı siqnal vermir. Bu qədər sadə bir detalın bu qədər böyük təsiri var. Və gəldik klassik səhvlər üçlüyünə. Birincisi, CV-niz bir roman deyil. İdeal olaraq bir səhifədə saxlayın, qısa və konkret olun. İkincisi, hər qapıya eyni açar prinsipi burada keçmir. Hər bir işə müraciət edərkən CV-nizi həmin vəzifəyə uyğunlaşdırın. Üçüncüsü isə aidiyyatı olmayan məlumatlardan qaçın. Proqramçı vəzifəsini müraciət edirsinizsə, balıq tutma bacarığınız heç kimə maraqlı deyil. İndi isə bir şəhər əfsanəsindən danışaq. İnternetdə belə bir live hack yayılıb ki, güya CV-nizin içinə ağ rəngdə açar sözlər yazsanız, ATS sistemi sizi seçəcək, amma insan gözü bunu görməyəcək. Sizdən xahiş edirəm bunu qətiyyən etməyin. Niyə? Çünki ATS proqramları bütün formatı silir və o gizli mətin birdən-birə görünən olur. Bu isə sizi sadəcə hiləgər və qeyri-səmimi göstərir. Etibarınızı daha ilk addımdaca məhv edir. Yaxşı, artıq yekunlaşırıq. Gəlin bütün bu danışdıqlarımızı, CV-yə baxış bucağımızı kökündən dəyişəcək güclü bir fikirlə cəmləşdirək. Baxın, bütün bu texnikaların, metodların mərkəzində dayanan əsas fəlsəfə budur. CV-niz sizin keçmişinizin quru bir hesabatı deyil. O, sizin gələcəyinizin parlaq bir reklamıdır. CV-niz mən bunları etmişəm deməməlidir. O, mən sizin şirkətiniz üçün bunları edə bilərəm deyə qışqırmalıdır. Bu, sizin peşəkar potensialınızı satan bir marketinq sənədidir, unutmayın. Və sonda sizi bir sualla baş-başa buraxmaq istəyirəm. İndi gedin və CV-nizə bir də baxın və özünüzdən soruşun, bu sənəd mənim keçmişimi təsvir edir, yoxsa gələcəyimi reklam edir? Sizin harada olduğunuzu göstərir, yoxsa hara getmək istədiyinizi? Bu sualın cavabı bəlkə də sizin növbəti böyük karyer addımınızı müəyyən edəcək.